Deyirlər ki, süni intellekt təhsilinizi əvəz edəcək. Bəs siz onu götürüb pul qazanmaq üçün istifadə etsəniz, necə olar? 1 və 0-a xoş gəlmisiniz. Bugün çox maraqlı bir mövzuya dərinləməsinə baxacağıq. Tələbələr real həyatda ChatGPT kimi süni intellekt alətləri ilə, yəni necə pul qazanırlar və bu sadəcə quru nəzəriyyə deyil, bunlar real yaşanmış təcrübələrdir. Gəlin görək bu alətlərdən necə faydalanmaq olar. Bəli, çox doğru. İlk növbədə gərək düşüncə tərzini biraz dəyişək. Yəni, çoxları süni intellekti ancaq, necə deyim, tapşırıq yazmaq üçün bir köməkçi kimi görür. Amma əslində bu real gəlir gətirən bacarıqlar formalaşdırmaq üçün güclü bir alətə çevrilir artıq. Məsələn, universitetdə öyrəndiyimiz o akademik yazı bacarıqları var, bəlkə də bazarda o qədər də yüksək dəyərləndirilmir. Amma, məsələn, süni intellektlə gücləndirilmiş satış mətnləri yazmaq, yəni copywriting, bu həqiqətən də yüksək gəlirli bacarıq sayıla bilər. Bu çox maraqlıdır. Deməli, söhbət təkcə mövcud bacarıqları, belə deyək, cilalamaqdan getmir, həm də bazarda daha çox tələbat olan, tamamilə yeni bacarıqlar qazanmaqdan gedir, eləmi? Bəs yaxşı, konkret, tez əldə edilə bilən qazanclara aid nümunələr varmı? Yəni, tələbə dərhal nə edə bilər? Əlbəttə var. Məsələn, bir tələbənin hekayəsi var, çox maraqlıdır. ChatGPT istifadə edərək çox sadə, bəsit web alətlər hazırlayıb, söz sayğacı ya da sadə bir mətin generatoru kimi bir şey və cəmi bir gün ərzində bunları sataraq $275 qazanıb. Bir günə? Ciddi? Bəli, bir günə. Bu onu göstərir ki, kiçik ehtiyacları qarşılayan, belə sürətli həllər təklif etməklə başlamaq mümkündür. Yaxud, məsələn, başqa bir yanaşma süni intellektlə uşaqlar üçün kitab yazıb nəşr etdirmək. Düzdür, başlanğıcda gəlir az ola bilər, bəlkə heç $100 da olmasın. Amma bu, zamanla arta biləcək bir pasiv gəlir mənbəyidir. Əsas məsələ burada, yəni sürət və başlamağın asanlığıdır. Bəs əgər deyək ki, mənim artıq müəyyən bacarıqlarım var, məsələn, kimsə freelance yazıçıdır ya da proqramlaşdırma öyrədir, süni intellekt onlara konkret necə kömək edə bilər? Çünki bir yazıcı haqqında eşitmişdim, deyəsən $600 məqaləni 30 saniyəyə hazırlayıb. Bu nə dərəcədə realdır? Bu biraz şişirilmiş kimi gəlir qulağa. O 30 saniyə məsələsi. Düzdür, bu mümkündür. Amma gəlin biraz detallara baxaq da, o 30 saniyəlik məqalə çox güman ki, ilkin bir qaralamadır, skeletdir və ona mütləq ciddi insan redaksiyası lazımdır. Orası şəksizdir. Lakin süni intellekt ideya vermək, məqalənin strukturunu qurmaq, hətta araşdırmanı sürətləndirmək kimi işlərdə inanılmaz dərəcədə köməkçi ola bilir. Bu həqiqətən də yazıçının bəlkə də bir neçə saatlıq işini dəqiqələrə endirə bilər. Yəni, effektivliyi artır. Bəs proqramlaşdırma tədrisi, orada necə? Proqramlaşdırma tədrisinə gəlincə, baxın, süni intellekt sanki fərdi bir köməkçi, repetitor rolunu oynaya bilər. Tələbələrin suallarına dərhal cavab verər, kod səhvlərini tapmağa kömək edər, əlavə izahatlar verər. Bu da müəllimə imkan verir ki, eyni vaxtda daha çox tələbə ilə daha effektiv işləsin. Yəni, mövcud bacarıqları gücləndirmək və effektivliyi kəskin artırmaq mümkündür. Deməli, əsas məsələ süni intellekti bir növ, belə deyək, gücləndirici kimi istifadə etməkdə də, bayaq dediyiniz o yüksək gəlirli bacarıqlarla bağlı biraz da aça bilərsinizmi? Hansı spesifik sahələrdə tələbələr daha çox uğur qazana bilərlər? Baxın, burada çox vacib bir məqam var. Spesifik problemləri həll etmək. Əsas budur. Şirkətlər olsun, fərdi insanlar olsun, konkret problemlərinin həlli üçün pul ödəməyə həmişə hazırdılar. Məsələn, götürək Notion proqramını. Çox güclü, amma biraz da mürəkkəbdir, düzdürmü? Doğrudur. Bir tələbə bu proqramı dərindən öyrənib, sonra gedib, kiçik bizneslərə və ya komandalara bu alətdən maksimum necə fayda götürməyi öyrədən bir məsləhətçi kimi fəaliyyət göstərə bilər. Çünki çox vaxt insanların bu cür alətləri oturub öyrənməyə vaxtı olmur. Bax, bu onların ağrı nöqtəsidir. Aydındır. Yəni, ehtiyacı tapıb həll təklif etmək. Bəli, bəli. Və ya başqa bir misal, Chrome üçün faydalı uzantılar yaratmaq. Elə tərtibatçılar var ki, sırf ChatGPT-nin funksionallığını artıran, ona əlavələr edən uzantılar yaradaraq ayda, məsələn, $20.000 qazanc əldə edirlər. Vay be, $20.000. Əsas məsələ
İnsanların və ya şirkətlərin hansı çətinliklərlə üzləşdiyini, nəyə ehtiyac duyduğunu tapıb, süni intellekt vasitəsilə buna praktik, işlək bir həll təklif etməkdir. Daha dəqiq işləyən bir repetitor yaradıblar və ya o yeniyetmənin hekayəsi süni intellektlə kitablar yazıb, demək olar ki, $1 milyon nəşriyyat qurması. Bu artıq tamam başqa bir səviyyədir. Tamamilə doğrudur. Baxın, AI Ace nümunəsi onu göstərir ki, mövcud süni intellekt modellərini götürüb, konkret bir sahənin, məsələn, hansısa universitet kurslarının materialları ilə daha da dəqiqləşdirərək, ixtisaslaşdıraraq yeni bir dəyər yaratmaq olar. Nəşriyyat nümunəsi isə süni intellektin məzmun yaratma sürətindən və mikasından necə ağıllı şəkildə yararlanmanın mümkünlüyünü göstərir. Əgər kodlaşdırma bacarığınız varsa, əlbəttə SaaS, yəni xidmət kimi proqram təminatı yaratmaq da çox real bir yoldur. Məsələn, Firecode adlı alət var. Video redaktasında çox spesifik bir problemi, o uzun pauzaları, səssizlikləri, avtomatik silməyi həll edir və yaradıcısına ayda $35.000 getirir. 35.000 inanılmaz rəqəmlərdir. Bu, həqiqətən böyük potensialdan xəbər verir. Yaxşı, bəs bütün bu proseslərdə, deyək ki, ideya tapmaqdan tutmuş, müştəri cəlb etməyə qədər, süni intellektin konkret, praktiki rolu nədən ibarətdir? O Maya adlı tələbənin hekayəsini dediniz, 3 ayda $6.200. Orada süni intellekt tam olaraq nəyi edib? Əslində, süni intellekt bütün mərhələlərdə köməkçi ola bilər. Baxın, biznes ideyaları üçün beyin fırtınası etməkdən tutmuş, məhsulun və ya xidmətin cəlb edici təsvirini yazmağa, potensial müştərilərə göndəriləcək o soyuq mesajları fərdiləşdirməyə, hətta sadə bir marketinq stratejiyasının ilkin planını hazırlamağa qədər. Maya məhz bu alətlərdən istifadə edərək, özünə uyğun bir nişa tapıb, deyəsən fərdiləşdirilmiş dərs vəsaitləri hazırlayırdı. Sonra təklifini formalaşdırıb və potensial müştərilərə çatmaq üçün yollar tapıb. Süni intellekt işin çox hissəsini, yəni o qara işi, əziyyətli hissəsini sürətləndirib. Amma stratejiyanı qurmaq, son qərarları vermək, marketingi real həyata keçirmək kimi işlər yenə də Mayanın öz üzərinə düşüb. Yəni başa düşürsünüz də. Hə, əlbəttə. Deməli, süni intellekt möcüzə çubuğu deyil, amma çox güclü bir köməkçidir. Tamamilə. Prosesi inanılmaz dərəcədə asanlaşdırır və sürətləndirir. Amma insan zəhməti, strateji düşüncə, səy göstərmək, bunlar hələ də açar rolunu oynayır. Bunlarsız olmaz. Hətta birbaşa pul qazanmaq məqsədi olmasa belə, deyəsən iş axtarışında da ciddi fərq yarada bilir. O motivasiya məktubu hekayəsi məni çox təsirləndirdi. Uğur şansını 2%-dən 25%-ə qaldırmaq bu 12 dəfədən çox artım deməkdir. Çox böyük fərqdir. Bəli, çünki süni intellekt hər bir spesifik vakansiyanın tələblərinə uyğun, tam fərdi, demək olar ki, dərzinin əlindən çıxmış kimi motivasiya məktubu və ya CV hazırlamağa kömək edir. İşə götürənlər də artıq o şablon, ümumi müraciətlərdən beziblər. Məhz həmin vakansiyaya özəl yazılmış, diqqət göstərilmiş müraciətləri seçirlər. Bunu əl ilə hər dəfə etmək çox vaxt aparır, bezdiricidir. Amma süni intellektlə saniyələr ya da dəqiqələr içində etmək mümkündür. Bu barədə. Əlbəttə, bu məsələnin çox vacib digər tərəfidir və bunu danışmaq lazımdır. Akademik dürüstlük məsələsi, bəli, əsas narahatlıqlardan biridir. Yəni, tələbələrin tapşırıqları özləri yerini yetirmək əvəzinə tamamilə süni intellektə həvalə etməsi riski var. Bu, plagiat məsələsini də aktuallaşdırır. Bəli, bu ciddi problemdir. Həmçinin məlumatların məxfiliyi və təhlükəsizliyi məsələləri də önə çıxır. Axı bu sistemlərə çoxlu məlumat daxil edirik. Bundan əlavə, süni intellektdən həddən artıq asılılıq məsələsi var. Bu tələbələrin tənqidi düşünmə, problem həll etmə kimi fundamental çox vacib bacarıqlarına potensial olaraq mənfi təsir göstərə bilər. Hətta bir araşdırmaya görə, valideynlərin böyük əksəriyyəti, səhv etmirəmsə 71%-i övladlarının süni intellektdən çox asılı olacağından narahatdır. 71%. Bu çox yüksək rəqəmdir. Bəli. Buna görə də məsuliyyətli istifadə prinsipi çox önəmlidir. Süni intellekt öyrənmə prosesini əvəz etməməlidir, əksinə ona dəstək olan, onu gücləndirən bir alət kimi görülməlidir. Və bir şey də unutmayaq. Texnologiya nə qədər inkişaf etsə də insanlar arası ünsiyyət, komandada işləmə bacarığı, emosional zəka kimi o yumşaq bacarıqlar, soft skills
getdikcə daha da əhəmiyyətli olacaq. Bunları süni intellekt əvəz edə bilmir. Beləliklə yekunlaşdırsaq, aydın olur ki, süni intellekt alətləri tələbələr üçün həqiqətən də real gəlir imkanları yaradır. İstər yeni bir dəyər yaratmaqla olsun, istər mövcud işləri daha effektiv, daha sürətli etməklə, istərsə də tamamilə yeni bizneslər qurmaqla. İmkanlar çoxdur. Amma əsas məsələ bu güclü alətlərdən strateji, ağıllı və ən əsası məsuliyyətli şəkildə necə istifadə edəcəyinizi bilməkdir. Bəlkə də əsas sual süni intellekt mənim işimi əlimdən alacaqmı deyil. Bəlkə də əsl düşünməli olduğunuz budur. Başqaları bunu etməmişdən qabaq siz süni intellekti öz şəxsi fürsətlərinizi yaratmaq üçün necə istifadə edəcəksiniz?